Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Yanvar ayının 21-idir və Beynəlxalq Maliyyə Birjasında bildiyiniz kimi qızıl yenidən sürətlə yuxarı doğru istiqamətlə davam edir. Bilmədinizsə biz dedik sizə. Və izləyənlər üçün təbii ki maraqlıdır qızıl hansı istiqamətdə yenidən hara gedir qalxacaq. Biz həftənin əvvəlində qızılın 500 dollarlıq qalxışını proqnozlaşdırmışdıq və bunu dərc etmişdim. Və qızıl demək olar ki 200 dollarını artıq qət edib səhər saatlarında. 4813'lər desək də 60'lara qədər qalxdı. Hədəf 77-dir və dönüş nöqtəsi kimi nəzərdə tuturuq bunu və ümumi olaraq yəni növbət hədəfi 4936'lardır. Yəni 5000 olacaq, qızılın 5000 dollar olacaq sonuna gəldi desə artıq 5000 yox 5000'dən daha yuxarı. Yəni ilin sonuna qədər 6000-dən daha yuxarı qalxması gözlənilir. Və korreksiyalar nəzərdə tutulur ki, korreksiyalar nə vaxt olacaq? Bu yaxınlarda olacaq. 150, 250 və 300 dollar bir korreksiyalarla müşahidə olunacaq. Satış əməliyyatları isə bugün üçün günün ikinci yarısında, əsasən də yerli saatla saat 12'dən sonra, 11-12'dən sonra korreksiyalara müşahidə olunacaq. Nə qədər eləyəcək? Bu hardasa 30-40 dollara, hətta 50 dollara yaxın bir korreksiya gözlənilir. Keçən biz Bitcoin'ə, biz keçən həftələrdə bu haqda söhbət açmışdıq. 91-9'lərdən dəstək xətti kimi və bundan aşağı formalaşsa sürətlə aşağı doğru istiqamətlə davam etdi. Təbii ki 87-9'lərə qədər endi. Bugün alışlar 89-9'lərdən, satışlar isə 88-800'lərdəndir. Ümumi istiqamət isə hələ aşağıda. Ethereum-a gəldisə təbii ki biz Ethereum satış əməliyyatlarını qeyd etmişdik. Sürətlə aşağı doğru istiqamətlə davam etdirdi. Eyni zamanda alış əməliyyatları 3009'lardan, satışlar isə 2949'lardandır. Gümüşə gəldidə isə alışlar 95400'lər, satışlar isə 93100'lərdəndir. 95400'lər, 9300'lər isə satışlardır. Və neftə gəldidə isə neft dünən sürətlə yuxarı doğru istiqamətlə davam etdirir. Müqavimət xəttini keçə bilmədi. Bugün alışlar 64-60'dan, satışlar isə 63-90'lardandır. Fundun dollar rəqabətinə gəldidə isə trenddən, downtrenddən çıxdı, yuxarı doğru istiqamətlə davam etdirir. 800 dollar dünən qalxdı. 800 pips qalxdı, sorry. Və bugün alışlar 1.34 600'lərdən, satışlar isə 1.34 100'lərdəndir. Euro dollar rəqabətinə gəldidə isə alışlar 1.17 400'lər, satışlar isə 16 900'lərdəndir. Nasdaq, S&P, Dow Jones və DAX, yəni